26 aprel 2026-cı il Astara rayonundayıq. Aryarut kəndindən başlayıb yürüyüşümüz Şiçil şəlaləsinə gəlmişik. Ümumilikdə marşrutumuz qəşəng idi, yürüyüş əla idi. Ancaq şəlalə özü dumanlı olduğuna görə ətrafı gördüyünüz kimi görsənir. Ümumilikdə hava dumanlı olmasa çox möhtəşəm görünüşü var. Amma belə də xoşdur bizim üçün. Yolunuz düşsə, siz də ekoturlara qoşula bilərsiniz və yaxud da elə sım yazın və yaxud da şəlalələrin adını yazıb internetdə axtarış eləyərək yerli bələdçilərlə əlaqədə saxlaya bilərsiniz. Əsas odur ki, gəzmək istəyin, özünüzə vaxt ayırın və gəlib təbiətdən zövq alın. Buralar açıqlıqdır deyə biraz daha çox dumanıdır. Meşənin içinə girdikcə duman seyrəkləşir və meşədə ağaclar, nəhəng ağaclar çox möhtəşəm görüntü yaradır. Yarpaqların da rəngi gördüyünüz kimi yamyaşıldır. Təzəlikcə də yağıb şehləyib. Yəni yarpaqda toz deyə bir şey yoxdur və möhtəşəmdir. Gələrkən ən əsas məsələ hər kəs nə gətirib yeyib içibsə pullantıları sumkasına qoyub geri qaytarsın. Əsas budur ki, çirkləndirmədən geri qayıdaq. Gələk, istirahət eləyək, zövq alaq, sonra təmiz buraxıb geri qayıdaq. Hələlik.